Axşam saatlarından başlayan qarın yağması Cəlilabad yardımlı avtomobil yolunda hərəkəti çətinləşdirib, dağlıq ərazilərdə isə yolun tam bağlanmasına səbəb olub. Salam əleykum, nətərdir yolda vəziyyət? Yolda vəziyyət çox pis. Cəlilabad yardımlı avtomobil yolunda ciddi çətinliklər yaranıb. Yolun bəzi sərt döngələrində qarın qalınlığının artması və buzlaşma nəticəsində bir sıra avtomobillər yolda qalıb. Neva işləyir də bir dənə. Boşanmış maşınlar. Yolda hərəkət necədir, çətindir? Çətindir, hava hazır gəl. Durumda elədir, çətindir. Canlı kəndindən çıxmışıq, Təkilər arasından keçirik Cəlilabada tərəf. Elə bir çətinliklə, Niva ilə gedirik. Balaca maşınlar işləyə bilməz. O neçə maşınlar dayanıb yollarda. Cəlilabad yardımlı yolunun ucqar dağlıq hissələri isə tamamilə bağlanıb. Yollarda çox maşınlar var, dayanıblar, heç tərpənə bilmirlər. Yolun bəzi hissələrində yalnız xüsusi təyinatlı avtomobillərin hərəkəti mümkündür. Çıxmaq olmur, qreyder lazımdır. Mən getdim, o Közbulaq kəndinə getmək istəyirdim. Şabanlı kəndindən çıxa bilmədim. Qayıtdım da. Qarın yağması rayonun elektrik təsərrüfatına da ziyan vurub. Kəndlər arası və kənddaxili elektrik xətlərinin bəzi hissələri qırılıb. Nəticədə bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb. Bütün elektrik xətlərimiz hamısı qar ucbatından tökülüb yerə. Təhlükədə, yəni hər an təhlükə ola bilər. Vurarlar, işığı vurarlar, düşüb hamısı xətlərin üstünə bacarırlar. Yolla gedən var, maşınlar gedir, hamısı təhlükədir. Son məlumata görə qarın rayonun 50-dən çox kəndində elektrik təsərrüfatına ziyan vurması nəticəsində həmin kəndlər elektrik enerjisiz qalıb. Rayon Fövqəladə Hallar Komissiyasından bildirildi ki, hazırda qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri aparılır. Yaqub Mehtoğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Spice xəbər.